Şəkillər deyir, dədəsindən, ciyisindən küsənlər hamısı efirlərə tökülüb. Özünün ailə problemlərini həll eləyir. Tələbə deyir ki, adam özünü öldürmək istəyir. Deyirəm ki, lap yaxşı, mən sənə ip verərəm, gedib özü asarsan. Deyirəm, ay, bu düşünmür ki, bu sabah öləcək. Və bunun bağışlamaq, meyitinin dalınca itin sözünü deyəcəklər. Aktyor ən aşağı pillədə duran məxluqdur bəzi rejissorlar üçün. İnsan belədir, başına gəlməsə, o onu dərk eləməyəcək. Gedirlər teatra, götürmürlər. Amma başqa müəllimin uşaqları gedir, görürsən ki, onun uşaqları teatrdadır. Mənim uşaqlarımdan qat-qat görkəmsizlər hamısı teatrdadır. Niyəsini bilmirəm. 2-ci sənət institutunda istedadlı uşaqlar yoxdur, hamısı belədir, elədir. Bunlar hamısı cəfəngiyatdır. Allah səni öyüb tiksin, bəsdir oxudun da. Oxuyun Cəlil Məmmədquluzadəni, oxuyun Cəfər Cabbarlını. Amanın günüdür, oxuyun Sabiri. İndi mən hələ Nizamini, Füzulini demirəm də. Allahım, mən demirəm necə eləyim, nətər eləyim. Hər şey verirəm sənin ixtiyarı bu. Hər şey də düzələcək. Yenə də Vaqif Mustafayevlə çəkilərdim. O özü qəribə adamdır. Onun elə qəribəliyinə görə mən onu istəyirəm. Əgər bir tamaşada aktyor oyunu yoxdursa, orada heç rejissura da yoxdur. Baxıram, abbandılar, düşdülər, qaçdılar, tullandılar, neynədilər. Deyirəm ki, nə olsun? Bu nə olsun ki, sualı veriləndə orada sənət yoxdur. Hamı işini vicdanla görməlidir. Biz indi pedaqoquz. Biz xalqın balalarını bədbəxt eləməyə ixtiyarımız yoxdur. Yatmaq istəmirəm, yorlan döşəkdə. Doktor, titrəyirəm. Bir də iynə vur, mən ölümdür. Dəxli yoxdur, istəyir Amerikaya get. Əgər sən adam deyilsənsə, Amerikada da adam olmayacaqsan. Bala, sözünü bacıva demə, bacının da bacısı var, vəssalam. Bunu açıqlamaq üçün gələ biraz baş ola da, deyəsən ki, bu nə sözdür, bu mənə dedi. Tində dayanıb, ya hardasa dayanıb, hirsləndi, götürüb bıçağı çıxardıb, kiminsə qarnına 3-4 dəfə vurur. Hə, bu da insandır. Eşitdiyimi deyirəm, deyir ki, aktör deyir, cındır vidində gəzməlidir, belə it günü xeyr. Elə deyil. Mənə hamı deyir ki, sən nahaq yerə sənətdən uzaqlaşdın, sən gələ səhnədə olasan. Deyirəm ki, mən səhnədəyəm. Bizim bir dənə məqsədimiz var idi ki, festivalda qalib gələk. Heç kim ad haqqında düşünmür. İndi deyirlər də icra başçıları, katiblik haraylansa belə müqavilə bağlamışdı. Bizə hər birimizə 4 kilo ya 2 kilo hər adam başı hər ay ət, yumurta, yağ verilirdi. Duxun var, yıxılmısan. Əlimi qoy yerə, dizimi qoy yerə, qalx ayağa, bir də get.